Salam, hər vaxtınız xeyir olsun. Bugün biz 2025 güvən informatikada 7.1 bölməsi, yəni proqram təminatındakı 7.1 bölməsində bəzi klaster məsələlərinin izahına baxacağıq. Deməli, buradakı sualların izahlarını sizə vermişdim uşaqlar. Onların izahlarına baxacaq. Deməli, 58. Deyir ki, sərt diskdə bir klaster 6 kilobayta bərabər olarsa, 756 kilobayt ölçülü fayl diskdəki ölçüsünü müəyyən edin. Bunu necə tapmaq olar? Ümumiyyətlə, klaster məsələlərində necə yanaşmaq olar? Baxın, bir klasterin ölçüsü nə qədərdir? 6 kilobayt. Sərt diskin ən kiçik hissəsi sektordur. Sektorlar qrupu bizə klasteri verir. Klaster də orada məsəl üçün siz musiqi faylı yükləmək istəyirsiniz, mətn faylı yükləmək istəyirsiniz, video faylı yükləmək istəyirsiniz, o klasterlərə yerləşdirilir. İndi deyib bir klasterin deyir ümumi həcmi 6 kilobayta bərabərdir. İndi 756 kilobayt həcmli bir fayl var əlinizdə. Deyir burada diskdə nə qədər ölçü tutar? Nə edirsiniz? 756-nı bölürsünüz 6-ya. 756-nı bölsək 6-ya. Görək bizə tam rəqəmdən verir, yoxsa natamam verir. 756-nı bölsək 6-ya bizə verir 126. Deməli, 756 kilobaytlıq fayl bir klasterdə 6 kilobaytdır. 6 kilobaytlıq klasterlərə bölsək 126 dənə klaster tutacaq. Yəni 126 dənə klaster, biri də 6 kilobaytdan ümumi 756 nə qədər tutur? 756 kilobayt ölçülü həcm tutur. Deməli, həqiqətən də desək ki, bir klaster 6 kilobayt və 756 ölçülü faylın diski nə qədərdir? Elə 756-nın özüdür. Çünki burada tam bölünür. Yəni 756 6-ya tam bölünüb 126 elədiyinə görə bu 126 dənə klasterin sayıdır. Amma desək ki, həcmi nə qədərdir? 126-nı 6-ya vuranda eləyir 756. Cavab ona görə C bəndi. Keçirik 59. 59-da nə deyir? Deyir, faylın həcmi 290 kilobayt olarsa, onun sərt diskdə, çəkirmi? Bəli. Onun sərt diskdə neçə klaster yer tutur? Bax, fikir verin. Deyir, neçə klaster yer tutur? Yəni, neçə dənə yer tutur bu klasterdə? Gəlin onu da bax. 290 kilobaytdır. Gəlin 290-ı bölək. 290-ı bölək 4-də. 290-ı da bölsək 4-də tapırıq 72,5. 72,5 deyilən klasterin ölçüsü olmur. Bax, bunu bilsiniz nə deməkdir? Elə bilin ki, əlinizdə 790 kilobaytlıq həcm var. Bir dənə də klasterin ölçüsü 4 kilobaytdır. Bax, burada bu klasterin ölçüsü 4 kilobaytdır. Sizə 72 dənə klaster lazımdır ki, 4-ə vursaq yenə 290-ı verməyəcək bizə. 72 dənəsi tamda olur 4 kilobaytlıqlarla, 72 dənəsi tamda olur. O yarım hissəsi isə, failin yarı hissəsi isə 4 kilobaytlığı doldurmur. 4 kilobaytlığın yarısını doldurur. Ona görə də biz əgər rəqəmi tamla alıbsınızsa, məsələn 72,5, siz onu elə götürə bilməzsiniz. Siz deməlisiniz 73 dənə klasterdir. 73-ü vuracaqsınız. Deməli 4-ə bir klasterin ölçüsü 292. Deməli 290 kilobaytlıq fayl ümumi klasterlə bərabər cəmi nə qədər həcm tutur? 292 kilobaytlıq həcm tutur. Amma neçə klaster yeri zanit eləyir? 73 klaster yeri zanit eləyir. Biz klaster məsələlərini başa düşmək üçün tam başa düşmək lazım. Bax, elə bilin ki, əlinizdə belə bir 2 dənə qab var. Düzdürmü? Sizin əlinizdə də tutaq ki, belə deyək də 10 kilobaytlıq bir mətn faylı var. Deyir 10 kilobaytlıq mətn faylını 4 kilobaytlıq klasterlərə yerləşdir. 4 kilobaytlıq klasterlərə yerləşdir. Baxın, bunun biri 4-dür. Bax, onun 4-ünü bura paylayıram. 4-ünü də bura paylayıram. Mən burada ikisi qaldı. O ikisini hara qoyum? Burada yer yoxdur, tam dolub. Burada da yer yoxdur, tam dolubdur. Mən bu 2 kilobaytımı hara yerləşdirim bə? 2 kilobaytı da gətirib bu 4 kilobaytlığın yarısına yerləşdirirəm. Düzdür, bu hissə boş qalır. Amma ümumi belə deyək də bir yeri zanit eləyir. Desə 10 kilobayt neçə klaster yer tutdu? Deyirsən 1, 2, 3. 3 klaster yeri zanit elədi. Bəs desən 10 kilobaytlıq
Mətn faylı olsun, bir fayl olsun, 10 kilobaytlıq sizin əlinizdəki fayl nə qədər klasterin ümumi həcmi nə qədərdir? Deyəcəksiniz ki, bu 4 kilobayt, bu 4 kilobayt, bu 4 kilobayt. Cəmi neçələrdir? 12 kilobaytlıq yer. Deməli, 10 kilobaytlıq mətn faylı və yaxud da ki, hər hansı bir fayl nə qədər yer tuta bilir? 12 kilobaytlıq yer tuta bilir. Yəni, neçə klasteri zanit eləyir? 3 klasteri zanit eləyir. Bax, bu sözlərin, bu klaster məsələlərinin hamısının, belə deyək də, başında bu durur. İndi gəlin, bax, məsəl üçün, 59-da yer 290-ı mən böldüm neçəyə? 4-ə, tapdım 72,5. 72,5 klaster olmur axı, mənə deyir neçə klaster yer tutur? 72,5 klaster olmur axı. Ya 72 olmalıdır, ya 73. Tamamını götürmürük. 73 klaster yeri tutur. Gəlin, indi baxaq, məsəl üçün 60-a. 60-da 386 kilobaytlıq bir həcm, failin həcmidir. Deyir, sərt diskdə neçə klaster? Bax, biri var, deyək ki, nə qədərdir həcmi? Nə qədər həcm tutur diskdə? Bir də var, deyir, neçə klaster? Yəni, neçə yer tutur? Yenə 386-nı gəlin bölək. 386-nı bölsəm 4-ə 96,5 düşdü. 96,5-i götürə bilmərəm. Çünki necə olur? 96 hissəsi, yəni 96 dənə klasteri tam doldurur, o 0,5-i dolmur. O da bir klaster tutacaq axı. Ona görə siz götürürsünüz, 97 klaster yer tutur. Bax, eyni 61 də bundandır, eyni qaydalı misaldır. 62 də eyni qaydalı misallardır. Sonra 63-də eyni klaster misalları eyni formada. İndi gəlin, bax, bir dənə bu tiplisinə baxaq, 64-də baxaq. 64-də deyir ki, deyir 1 kilobayt informasiya sərt diskin yaddaşında nə qədər yer tutar? Bax, bir dənə buna baxın, bir dənə zəhmət olmasa. Bax, sizin klasterinizin ölçüsü 4 kilobaytdır. Yəni, bu klasterin ölçüsü 4 kilobayt. Sənin əlində də 1 kilobaytlıq informasiya var. 1 kilobaytlıq informasiya gəldi, burada durdu. Ümumi həcm nə qədər oldu? 4 kilobayt. Deyir, sərt diskin yaddaşında nə qədər yer tutur? 4 kilobayt. Nə olsun bu klasterin içində 1 kilobaytlıq mətn faili və yaxud da ki, 1 kilobaytlıq həcm faili var və yaxud da ki, 1 kilobaytlıq failin həcmi 1 kilobaytdır. Amma nə qədər yeri tutur, nə qədər yeri zanit eləyir, deyil, məşğul eləyir? 4 kilobaytlıq yeri tuta bilir. Sizdə nə qədər tutur? 4 kilobaytlıq tuta bilir. Bunlara diqqət yetirmək lazımdır. Gəlirəm buradan, məsəl üçün, bax, bu sual çox maraqlı və qəşəng sualdır. 71-ci sual. 71-ci sualda işlər biraz dəyişir. Deyir, 3 megabaytlıq diskdə 5 kilobaytlıq faili yerləşdirmək olar. Neçə 5 kilobaytlıq? Hələ 3 megabayta dəymirik. 5 kilobaytlıq bir əlimizdə fail var. Gəl görək 5 kilobayt bir klasterin ölçüsü 4 kilobaytdır. Gəlin görək bir klasterə, bax, bizim əlimizdəki klasterimiz 4 kilobaytdır. Bizim də əlimizdə 5 kilobaytlıq bir failimiz var. Bu neçə klaster yer tutar? 4 kilobaytı tutacaq, burada 5-in 4-ünü burada tutacaq, biri qalacaq. Biri hardadır? Biri də gələcək, bax, bura. Biri də gələcəkdir, bax, bu hissəni tutacaq. Çox az hissəni tutacaq, amma bir dənə klasteri yerini zanit eləyəcək. Deməli, belə çıxır ki, 5 kilobaytlıq fail 8 kilobaytlıq nə tutur? Nə yer? 8 kilobaytlıq yer tutur. Düzdürmü? Bura qədər tamam. 8 kilobayt, yəni 5 kilobaytlıq mətn faili 8 kilobaytlıq yeri zanit eləyir. Yəni, məşğul eləyir. İndi gəlin görək 3072 kilobayt. Niyə tapdım 3072? 3 megabaytı vurdum 1024-ə. Ki, görüm neçə kilobayt? 3072 kilobayt. 3072-ni bölürəm, artıq 5-ə bölə bilmərəm. Çünki 5 kilobaytlıq mətn faili 8 kilobayt yer tutur. 8-ə bölürəm. Gəlirəm, bölək görək necə eləyir. 3072-ni bölürəm 8-ə, tapıram 384. Videolara təkrar baxın, başa düşəcəksiniz.